Üşüdüm ha üşüdüm, dağdan alma daşıdım. Almalar mı aldılar, mənə zülüm verdilər. Mən zülümə düçaram, getdi qapı açaram. İntiqam. Birinci hissə, seçim azadlığı. Təhlükə. Mən yaxşı bilirəm təhlükə nədir. Dəfələrlə onunla üz-üzə gəlmişəm. Qorxunun da nə olduğunu yaxşı bilirəm. Eləcə də cəsarəti də tanıyıram. Onlar eyni hadisənin iki əks qütbləridir. Təhlükə onları vahid müstəvi üzərinə çıxararaq seçim imkanı verir. Seçim azad olsa da, hər kəs öz təbiətinə uyğun olana meyil göstərir. Həyatda təsadüf olmur. Alçaq insan heç bir zaman təhlükə anında ləyaqət nümayiş etdirə bilməz. Həmçinin təhlükə zamanı alicənab insan onun ləyaqətini alçaldacaq addım atmır. Və odur ki, talih şıltaq zərrini necə qoşalasa da, biz hadisələri təbiətimizə müvafiq qarşılayırıq. Cəsarətin öz ahəngi var. Bu ahəngin ritmini qabaqlayan insanları cəhalət zülməti öz ağuşuna alıb, vəhşətə və zorakılığa, qəddarlığa və insafsızlığa sürükləyib aparır. Bu ahəngdən geri qalanları isə paxıllığa və alçaqlığa, yalanı və satqınlığa gətirib çıxaran qorxaqlıq aqibəti gözləyir. Cəsarət mərdlik nəbzi ilə döyünür. Bu olduqca ciddi mənəvi ritmdir. Bu çox ciddi bir ritmdir ki, şəxsiyyətdən qərəzsizlik və ədalət, qeyrət və ləyaqət, çılğınlıq və bərakətli eşq və yüksək mənəvi ruh tələb edir. Hərbi komissarlıq. Bağda biraz gəzişdikdən sonra İntiqam mərkəzi küçəyə çıxıb taksi saxladı. Sürücü maqnitofonun səsini azaldaraq soruşdu. Hara gedirik qaqaş? İntiqam cavab verdi. Hərbi komissarlığa. Baş üstə deyərək maqnitofonu tamamilə söndürdü. Səhər İntiqama zəng edib, saat 12-də hərbi komissarlıqda olmağını xəbər vermişdilər. Bütün səhəri o bu çağırışın səbəbini ürəyində götür-qoy edərək nə üçün çağırıldığını təxmin etməyə çalışdı. Səhər İntiqama zəng edib, saat 12-də hərbi komissarlıqda olmasını xəbər vermişdilər. Bütün səhəri o bu çağırışın səbəbini ürəyində götür-qoy edərək nə üçün çağırıldığını təxmin etməyə çalışırdı. Taksi sürücüsü deyəsən susmaq fikrində deyildi. Bəlkə də sadəcə maraqdan, bəlkə də öz əskərlik sərgüzəştlərini yaddaşında canlandırmaq, bir kimsə ilə bölüşmək üçün o intiqamı söhbəti çəkməyə çalışırdı.
Nədir qaqaş? Könüllü gedirsən, yoxsa çağırışla? İntiqam cavab verdi. Səncə necədir? Bakı Soveti metrosunun yanında taksi qırmızı işıqda dayandı. Sürücü siqareti yandıraraq diqqətlə intiqama baxdı. Yox canım, o dəqiqə görünür ki, çağırışla gedirsən. 80-ci illərin əvvəllərində mən Minskdə hərbi xidmətdə olmuşam. Komendant tağımında. Mən çağırışçını uzaqdan tanıyıram. Əskərliyin də nə olduğunu 5 barmağım kimi bilirəm. Ana uşaqları ali məktəblərdə oxuyanda biz hərbi xidmətdə idik. İntiqam gülümsədi. Aydındır. Bəs indi necə bacarığını göstərmək istəmirsən? Müharibə ki, hamı üçündür. Ani olaraq sürücünün üzü dəyişdi. Üzündən razı təbəssümünü səksəkəli qayğı əvəz etdi. Gözünü diqqətlə yola zilləyib, barmaqları ilə əl əyləcini tıqqıldatmağa başladı. Ola bilər ki, cavab vermək üçün daha münasib sözlər axtarırdı. Bəlkə də sadəcə özünü sakitləşdirirdi. Amma hər halda sual onu qəflətlə yaxalamışdı. Yanlarından ötüb keçən piyadaları baxışları ilə izləyərək, sanki sözləri güclə tələffüz edərək soruşdu. Yaxşı qaqaş, bax de görək, sən evlisən? İntiqam cavab verdi. Yox. Sürücü, hə, görürsən, bəs ailə necə olsun? Kim onların qayğısına qalacaq? Kim dolandıracaq onları? Mən elə ahil valideynlərimi demirəm. Deyək ki, üzümə ələk tutub onları bacımgilə apardım. Bəs arvad uşaq, onları nə eləyəcəm? Onları kimin ümidinə qoyum gedim? Bilirsən qaqaş, indi əvvəlki zaman deyil, tək təqaüd və ya maaşla dolanmaq olmur. Bunu özün yaxşı bilirsən. Gündə 18, hərdən isə 20 saat sükan arxasında can qoyuram. Axşamları isə gecə barlarının qarşısında müştəri gözləyə-gözləyə, hələ maşındaca mürgüləyirəm. O de, qonşum qayıdıb müharibədən, böyründən yaralı. Üstəlik bədənində qəlpə əlindən salamat yer qalmayıb. Atası əl açıb, bütün qohumlarından müalicəsinə pul yığırdı. Hələ mən demirəm ki, bundan belə ailəsinə ancaq yük olacaq. Hə, qardaş, bax belə-belə işlər. Taksi hərbi komissarlığın qarşısında dayandı. Özündən müğayət ol qaqaş, sağ-salamat qaydasan. Qismət olar, görüşəriksə, bütün şəhəri havayı gəzdirərəm səni. Get sağ-salamat. İntiqam hərbi komissarlığa daxil oldu və növbətçi zabitə yaxınlaşaraq özünü təqdim etdi. Növbətçi onun hərbi vəsiqəsini ötəri baxdı, hərbi salamla salamladı, əli ilə komissarın kabinetini göstərdi. Sonra tələsərək telefonun dəstəyini qaldırıb komissara məruzə etdi. Uzun və yarıqaranlıq dəhlizin təkəmsəyərək yanan lampaları elə təəssürat yaradırdı ki, sanki onlar yalnız divardakı vaxtı ötmüş plakatları işıqlandırmaq üçün asılmışdı. Qəbul otağının qarşısında öz növbəsini gözləyən bir neçə hərbiçi dayanmışdı. İntiqam dəhlizin sonuna çatar-çatmaz qapı açıldı. Yaşlı bir zabit çıxıb onu qarşıladı. Onlar birlikdə qəbul otağına daxil oldular.
İntiqam hələ də onun niyə çağırıldığının səbəbini anlaya bilmirdi. Qəbul otağına tələsik, mülki geyimdə uca boylu, atletik cüssəli bir nəfər də gəldi. Tələsik hərəkətlərindən onun haraysa gecikməsi aydın görünürdü. İntiqam saata baxdı. Saat 12:01 idi. Yaşlı zabit hərbi komissarın kabinetindən çıxaraq onların hər ikisini içəri dəvət etdi. Kabinetdə uzun, T formalı masanın başında hərbi komissar əyləşmişdi. O müavini ilə hansısa gələn sənədlərə qol çəkirdi. Çox güman ki, yeni gələn çağırışçıların sənədləri idi. İçəri daxil olanları görüncə, hərbi komissar sənədlər toplusunu bir kənara qoyaraq, onlara oturmaq üçün sayğı ilə yer göstərdi. Muavin, mülki geyimdə olan adamla xüsusi nəzakətlə salamlaşdı və sanki söz arası öz xahişini xatırlatdı. O isə öz növbəsində çox ciddi, amma son dərəcə ehtiramla cavab verirdi. Beləliklə onlar söhbətə başladılar. Bütün bu müddət ərzində İntiqam kabineti nəzərdən keçirirdi. Onun diqqətini divardakı açıq, düzbucaqlı ləkə cəlb etdi. Bu ləkə pəncərənin sağında düz komissarın başı üstündə idi. Anlaşılırdı ki, əvvəllər orada kiminsə portreti asılmışdı. İndi isə yeri boş qalmışdı. Lakin boş qalan təkcə portretin yeri deyildi. Qısa zamanda çox şeylər dəyişilib deyə İntiqam öz-özünə düşündü. Həqiqətən də bu qısa zamanda böyük dəyişikliklər baş vermişdi. Sənədlərlə işini qurtardıqdan sonra hərbi komissar cibindən bir Winston siqaretini çıxarıb yandırdı və muavinin söhbətinə qulaq verərək pultun düyməsini bastı. Mülki şəxs müsahibinin söhbətini həvəssiz, yalnız başını yorğuncasına yırğalamaqla dəstəkləyir və muavinin sövqlə doğulub böyüdüyü dağlardan, bugün cəmiyyətdə yüksək mövqe tutmuş imkanlı qohum əqrəbəsindən, müəyyən vəzifə sahibi olan kəndlərindən və başqa bu kimi onun üçün əhəmiyyətsiz şeylərdən danışmasına səbirlə qulaq asırdı. Qapını yaşlı zabit açdı və icazə istəyərək kabinetə daxil oldu. Hərbi komissar, Seyidov İntiqamın sənədlərini hazırlamısınız? Bəli. Gətir onları. Oldu. Getmək olar? Hə, bir də ki, çay gətirsinlər. Gedə bilərsən. Otaqdakılara qısa göz gəzdirən komissar azacıq pauzadan sonra üzünü İntiqama tutdu. Özünü necə hiss edirsən? İntiqam cavab verdi. Şükür Allaha. Muavin istehza təbəssümü ilə komissara baxdı. Hərbi komissar. Hə, dincəldin, müalicə də olundun. Çox yaxşı. Ümumiyyətlə müalicə nə zaman qutarır? İntiqam cavab verdi. Bir aydan sonra. Söhbətə komissarın muavini qarışaraq, müalicən bitib, yoxsa məzuniyyətin? İntiqam sualın sarkazmına tamamilə fikir vermədən, məzuniyyət deyə ehtimatsızlıqla cavab verdi. Muavin yenə gülümsəyərək hərbi komissara baxdı. Onda demək olar ki, müalicəm başa çatıb, elə deyilmi? İntiqam zəhm ilə muavinə baxdı, lakin heç bir cavab vermədi. Hərbi komissar təəssüflə başını yırğalayıb, oturanlara çay təklif etdi və söhbəti cəbhə mövzusuna çevirdi. Monoloq uzun çəkmədi. Zira otaqda oturanların hər biri başa düşürdü ki, bugün burada yığışmaqda məqsəd komissarın ön cəbhədəki vəziyyət haqqında mülahizələrinə qulaq asmaq deyil. Yeri gəlmişkən, nə komissar, nə də onun muavini müharibə başlayandan bəri bir dəfə də olsun Bakıdan kənara bir addım belə atmamışdılar. Odur ki, açılan söhbətin gərəksizliyi kabinetdəkilərin hamısına gün kimi aydın idi. Kabinetə yenə həmin yaşlı zabit daxil oldu. O hərbi komissara yaxınlaşaraq gətirdiyi sənədlər qovluğunu
masanın üstünə qoydu. Komissar siqaretini söndürdü, qovluğu açıb bir neçə vərəq götürdü. Ləng hərəkətlərlə eynəyi gözünə taxaraq tələsmədən diqqətlə oxumağa başladı. Muavin gülümsəyərək intiqama süni bir qibdə ilə baxdı. Hə yiğit, hazırlaş. Səni başqa xidmətə keçirdirlər. Hesab elə ki, vəzifəni yüksəldirlər. Aralığa sükut çöktü. Hərbi komissar təqdirlə başını yellədi və gözünü sənədlərdən çəkmədən sakit səslə dedi. Bu əmrdir əzizim. Sənin hücumçu desant batalyonuna təyinatın haqqında əmr. İntiqam yenə də heç bir cavab vermədi. Muavin qaşlarını düyünlədi və intiqama üz tutaraq hərbi komissarın buyurduğunu qəzəblə təqib etdi. De yaxşı, get hazırlaş. Səni hücumçu desant batalyonuna keçirirlər. Bu isə təyinatın haqqında əmr. Bunu deyərək Muavin hərbi komissarın qarşısında olan qovluğun üstündəki sənədi götürüb intiqamın qarşısına qoydu. Bu dəfə aralığa çökən sürəkli sükut Muavini tamamilə hövsələdən çıxartdı. Sənin vaxtın azdır. Əgər heç bir sualın yoxdursa, gedə bilərsən. İntiqamın susmağı, həyəcan doğuran sükutu get-gedə daha da gərginləşdirirdi. Hərbi komissar sənədləri kənara çəkib başını qaldırdı və diqqətlə intiqama baxdı. Sualın var? Yox, nə sualım var, nə də ki yerimi dəyişmək fikrim. Hərbi komissar, sən bizim dəyərli kadrlardansan və sənin xidməti yüksəlişin də təbii bir hadisədir. Əlbəttə ki, vəzifənin artırılmasına da layiqsən. Etirazının səbəbi nədir? İntiqam. Məni öz batalyonumda gözləyirlər. Muavin. Amma o biri batalyonda sən daha lazımlısan. Həm də ki bu əmrdir. İntiqam. Sənin mənə əmr etməyə heç bir hüququn yoxdur. Muavin. Hərbi nizamnaməyə görə məzuniyyətdə olan hərbiçi hərbi komissarın əmrinə tabedir. Müharibə şəraitində isə elə bilirəm ki, bunun nə demək olduğunu sənə izah etməyə ehtiyac yoxdur. İntiqam. Aydındır, amma Muavin. Ammasız filansız. İntiqam qalxdı, çay üçün təşəkkür edib sağollaşaraq qapıya tərəf yönəldi. Muavin yerindən qalxıb, şəhadət barmağı ilə masanı döyəcləyərək yüksək tonla intiqama. Seyidov, siz deyəsən əmri başa düşmədiniz. İntiqam dayandı və geri qayıtdı. Muavinə yaxınlaşıb üzbəüz durdu. Diqqətlə gözlərinin içinə baxıb, dişlərinin arasından aramla astadan, demək olar ki pıçıltı ilə dedi. Aydınlaşdırıram. Hərbi komissarlığa adiyyəti olmayan hərbi qulluqçuların xidməti yer dəyişmə məsələləri hərbi komissarın salahiyyətinə daxil deyil. Və qulağında sırğı elə qalsın. Əgər bir daha mənim üstümə səsini qaldırsan, uluğumun üzərəm. Sonra hərbi komissara baxdı. Vəziri Qarğolanın ağzı zibillikdə olar. Və tələsmədən yenə də qapıya tərəf yönəldi. Qapını açıb dəhlizə çıxdı. Hərbi komissar növbəti siqaretini yandırıb, gəl də danış görün belələri ilə necə danışırsan. Bəyağdan müşahidəçi mövqeyi tutmuş mülki şəxs üzünü Muavinə tutaraq dilləndi. Belələrinə əmr vermək üçün müharibənin qoxusunu duyasan gərək. Bu isə o qədər də şirin şey deyil.
Böyük qapılar arxasında. Pəncərəsi vüsətli və sakit axan çayı açılan, açıq boz rəngli, qəşəng pərdəli geniş, işıqlı otaq. Sol tərəfdən 4 metrəyə yaxın eni, 2 metrə hündürlüyündə olan dünyanın siyasi xaritəsi asılmışdı. Otağın ortasında qoyulmuş iri, ağır stolun ətrafında bir neçə yüksək rütbəli zabit əyləşib, diqqətlə məruzə edən kollegiyasını dinləyirdilər. O xəritənin qarşısında dayanıb, əlindəki göstəricisini Xəzər dənizinin hövzəsinin rayonunda tuşlamışdı. Əskər anası. İntiqam sərt addımlarla dəhlizi keçib, Sabatla çıxışa doğru yönəldi. Növbətçi zabit bir daha hörmətlə əlini papağına tərəf qaldıraraq, onun üçün qapını açmağa tələsdi. İntiqam diqqətlə ona baxdı, rəsmi və eyni zamanda nəzakətlə başı ilə növbətçinin salamını alıb küçəyə çıxdı. Yayın son günləri idi. Yüngül neft qoxulu, xəfif, ötəri payız mehi Xəzər dənizindən üz tutaraq içəri şəhərin dalanlarına yayılırdı. Günəşin şıltaq şüaları ağacların sıx yarpaqları arasından oynayır və hələ isti yay günlərini xatırlayırdı. Yayın isti nəfəsini yalnız ağacların sıx yarpaqları arasından keçərək işıq saçan oynaq gün şüalarından duymaq mümkün idi. Yaşlı adamlar skamyada oturub gəlib gedəni qocalara xas bir maraqla süzürdülər. Müxtəlif idarələrin qarşısında gündəlik hadisələri qızğın emosionallıqla müzakirə edən dəstə-dəstə adamları görmək olurdu. Xırda ticarətçilər onsuz da basırıq olan mərkəzi küçələri daha da tünlük edirdi. İntiqam yaxındakı, üstündə böyük hərflərlə aptek yazılan əzcaxanaya daxil oldu. Dərmanların pulunu ödəyəndə, o bayaqki mülki şəxsin mobil rasiyayla kiminləsə dalğın-dalğın danışdığını və tələsə-tələsə BMW-sinə oturaraq maşını sürüb oradan uzaqlaşdığını gördü. Onun hərbiçi olması İntiqam üçün şəksiz idi. Çünki hərbi komissarlıqdakı söhbətdə yalnız hərbiçi iştirak edə bilərdi. Lakin hərbiçi üçün o çox varlı idi. İntiqam evinə çatanadək, komissarlıqda baş verənləri yenidən götür-qoy edir və dönə-dönə hər bir epizodu bir neçə dəfə nəzərdən keçirməyə çalışırdı. Telefon zəng çaldı. İntiqam çaydanı qazın üstünə qoyub dəstəyi qaldırdı. Bu hərbçi yoldaşlarından birinin anası idi. O İntiqama getməzdən əvvəl ona hökmən baş çəkməsini xahiş edirdi. Oğluna isti paltarlar qoyacaqdı. İntiqam bir daha ananı arxayın etdi ki, ona dəyməmiş, getməyəcək. Lakin əgər o biləydi. Ana isə oğlu haqqında yenə bir söz eşitmək ümidi ilə qəsdən söhbəti uzadır, hal-əhval tutur, cəbhədəki vəziyyəti soruşurdu. İntiqam bunu anlayırdı və qadının suallarına səbirlə cavab verirdi. Söhbətin uzanmasına mane olmurdu. Bu söhbətlərin, hətta sözlərin belə Əskər anası üçün nə qədər dəyərli olduğunu çox gözəl başa düşürdü. Əvvəlki söhbətlərdə nəyinsə unudulduğunu,
Məhz bu dəfə yeni bir sözü eşitmək ümidi ilə qürurunu yenərək, həftədə bir neçə dəfə eyni xahişi xatırlamaq üçün zəng etməyin nə qədər çətin olduğunu İntiqam yaxşı başa düşürdü. Söhbət bitdikdən sonra İntiqam medikamentləri masanın üstünə düzdü, mətbəxdən təzədən tünd çay gətirdi. Daha sonra isə televizoru qoşub kresloda rahat əyləşdi və professionallıqla 6 ampulanı 3 müxtəlif bir dəfəlik şpritslərə doldurdu. Tələsmədən əvvəlcə 2 əzələ daxili iynələri, sonra isə 1 vena daxili iynəni növbə ilə qoluna vurdu. Televizorda siyasi veriliş gedirdi. İntiqam diqqətlə dərmanların üzərindəki təlimatı oxuyaraq, 2 siyasi partiyanın liderlərinin söhbətinə qulaq asırdı. Təlimatı oxuyub qurtarandan sonra başını kresloya söykəyib, yenidən ani olaraq komissarlıqdakı söhbətə qayıtdı. Yox, deyə düşündü. Əlbəttə ki, yox. Heç hansı bir səbəb məni dəstəmdən ayıra bilməz. Nə olur olsun. Qapı dayanmadan döyülürdü. İntiqam gözünü açaraq divardakı saata baxdı. Saat yarım idi ki yatmışdı. Durub dəhlizə keçdi. Qapını açdı. Orada 3 kübar görkəmli cavan oğlan durmuşdu. Bərruh gülümsəyərək dedi: "Ay uşaqlar, sizcə bu mədəni oğlan qapının zəngini niyə ayırıb?" Zaman: "Yəqin biraz yatmaq istəyib də." Bərruh: "Ay, bəlkə keyfi yoxdur." Roman üzünü Bərruha tutub dedi: "Ola bilsin ki, elə hər ikisindəndir." İntiqam astanada dayananları ötəri süzüb, onların atmacalarına məhəl qoymadan dönüb mətbəxə getdi. Qapı eləcə də açıq qaldı. "Əşi, biz ki sözbaz deyilik." Roman: "Əşi, əlbəttə, biz belə icazəsiz də keçə bilərik." İntiqam: Yaxşı, lağlağanı qutarsanız, bəlkə sizə çay təklif etdim. Siz eşidirsiniz nə deyir? Komandir deyəsən hələ sivilizasiya ilə ünsiyyətini itirməyib ha. Bilmək istəyirsənsə, biz bura çay içməyə gəlməmişik. Əlbəttə çay öz yerində. Amma əsas, Roman onun sözünü kəsdi. Əsas diqqətdir qaqa. Qonaqlar gülüşdülər. İntiqam otağa daxil olub, armudu stəkanlara süzdüyü çayları stola düzməyə başladı. Komandir, bəlkə nə isə kömək lazımdır. İntiqam: Bura baxın, yardımsevən bəndələr. Avara-avara cəmaatın evini gəzib, öz əvəz olunmaz kömək və qayğınızı ona buna təklif etməkdənsə, evlənsəydiniz daha yaxşı olardı. Bilmək istəyirsənsə, mən bütün gecəni əməliyyatda olmuşam. Bir sınıq və 2 bıçaq yarası. Mən də yatmamışam, gecəni idarədə növbətçi qalmışdım. Bərruh: Odur ha, nədir, aranızda tək bir avara mən çıxıram? Hə, mən gecəni yaxşı dincəlmişəm və əladır yatmışam. Amma deyin bilin, mən bu günlərdə evlənirəm. Odur ki, siz öz başınıza çarə qılın. İntiqam Bərruha üz tutdu. Bunu bir neçə gün qabağa sala bilməzdimmi? Axı mən cəbhəyə qayıtmalıyam. Bərruh Romana baxıb başını aşağı saldı. Roman: Bərruh bir neçə həftə bundan qabaq nişanlanıb axı. Atası deyir qocalmışam, toyunu görmək istəyirəm. O vaxt sən xəstəxanada yatırdın. Heç mən də nişana gedə bilmədim. Əgər yadındadırsa, bütün günü və bütün gecəni yanından çəkilə bilmirdin. Zaman saata baxdı. İndi Çingiz Mustafayevi göstərəcəklər. İntiqam televizorun səsini artırıb yenə mətbəxə keçdi. Geri qaydanda Çingiz özünə məxsus emosionallıqla səsi qarala-qarala cəbhədəki vəziyyətdən danışırdı.
Böyük qapılar arxasında. Polkovnik əlində Xəzər dənizi ərazisinə yönəlmiş göstəricisi ilə xəritənin yanında durmuşdu. O 40 yaşında, hündür boylu, düz qamətli, səliqə ilə vurulmuş saç düzümünə malik bir adam idi. Təzə ütülənmiş hərbi geyim və parıldayana kimi təmizlənmiş çəkmələr. Bir sözlə, polkovnikin nümunəvi görünüşü istənilən bir jurnalın üz qabığı üçün yararlı ola bilərdi. 30 dəqiqə ərzində göstəricisini xəritədən ayırmadan o monoton, aydın, kvadrat metrə qədər zərgər dəqiqliyi ilə bütün Qafqaz regionu üzrə baş verən hadisələr haqqında məlumat verdi. Məruzə daha çox son hadisələr haqqında hesabata bənzəyirdi. 25 yanvar 1988-ci il tarixdə Azərbaycana Ermənistan SSR-nin Kafan və Mehri rayonlarını tərk etməyə məcbur qalmış növbəti qaçqın dalğası gəldi. Azərbaycan və erməni əhalisi arasındakı milli ədavət və ictimai gərginlik gündən günə artmaqdadır. Qəlbin çığırtısı. Gənc operatorun gözünün altındakı torbalar, tük basmış, ölü kimi ağarmış yorğun üz, ağırlıqdan yumulan göz qapaqları onun heç olmasa 10-15 gün istirahət etmədiyinə dəlalət edirdi. İstirahət etməmişdi? Yox, belə desək çox yumşaq olardı. Mən necə görmüşəmsə, elə də deyəcəyəm. Bu dünyanın cəhənnəmindən qayıdış idi. Həyəcandan özünü unudan gənc, nəfəsi qarala-qarala Qarabağ hadisələrinin terror faktlarını təkrar-təkrar şərh edirdi. Səsindəki gürültü, ehtirazlı həyəcan, okean üzərindən keçən qəfil tufanı kimi bağırtıya çevrilirdi. O çox çətin nəfəs alırdı və danışığının bağırtıya keçməsinin deyəsən fərqinə varmırdı. Lakin bu sadəcə bağırtı deyildi. Bu qəlbin çığırtısı, qəlbin harayı idi. Ağır və can sıxıcı buludlardan azad olmuş, təbiəti yeni həyata səsləyən, bahar günəşinin şüalarını xatırladan qəlbin çığırtısı idi. İdrakin dərin sirlərini gündən günə aşkara çıxaran, sanki suyun üzərinə qalxan şüşənin əksi tək, dəqiq və təzadlı cizgilər istila edən qəlbin çığırtısı. Siz nə vaxtsa bu çığırtını eşitmisiniz? Milyonlarla yatmışı oyatmaq qəsdində olan qəlb çığırtısını. Siz nə vaxtsa milyonlarla yatmışları bir nəfəsə oyadacaq qəlbin çığırtısını eşitmisiniz? Milyonların sabah çəkəcəyi ağrını, bugün də təmsil edən çığırtını. Axı səbəb nəticədən çox əvvəl doğulur. Bu, oyanışa çağırışdır. Bu, bir qəlbin çığırtısında əks olunmuş milyonların sabahki ağrısıdır. Özünün əzəli təzahüründə qəlbin təbiəti sonsuzluğa qədər böyük və rəngarəngdir. Onun zənginliyi ola bilsin ki, bəşəriyyətin təcrübəsinə heç sığmasın da, qəlbin təbiəti bəşər insanın öz müqəddaratını təyin etməyə tarixi boyu nail olduğu rəzil təcrübədən qat-qat artığına, bəlkə də fövqəl-bəşər bir qabiliyyətə malikdir. Operator göz yaşlarına məhəl qoymadan cəbhədə baş verənlərdən danışırdı. Hər bir kadr məhdud insan dili ilə təsvirə gəlməz zorakılıq və zülm səhnələrini nümayiş etdirirdi. Operator tamaşaçını şahidliyə çağırırdı, kütləvi qırğının şahidliyinə. Elə bil ki, qədim Roma qladiator tamaşalarında olduğu kimi bir dəstə adam vəhşi heyvanların qabağına atılmışdı. Bircə fərqi var idi. İnsan kütləsinin və heyvanların sayı həddindən artıq çox idi. Bu, yarı əfsanəvi yırtıcılar kimi onların təbiətlərinə uyğun heyvani bir acgözlüklə ətraflarındakı bütün canlıları parçalayıb məhv etmişdilər.
Az bir vaxtda yaşayış yerləri tüstülənən xarabalıqlara çevrilmişdi. Günahsız adamlar bu dəhşətli terrorun qurbanları olmuşdular və bunun nə səbəbə baş verdiyini anlaya bilmirdilər. Onların arasında həm körpə uşaqlar, həm qadınlar, həm də qocalar var idi. Bu, operatorun qorxusu deyildi. Yox, nə qorxu, nə isteriya, nə də ki ötəri qəzəb idi. Yox, bu çağırış idi. Ağılsızlıq və qorxaqlığa qarşı çağırış, qəddarlığa və zorakılığa, satqınlıq doğan yalana qarşı bir çağırış idi. Çingiz özünü ələ almağa çalışsa da, qeyrət çağırışları hərdən qınaqdan insanlıq ləyaqətini itirməklə bağlı xəbərdarlıq hədlərinə keçirdi. Beləliklə qısa monoloq vətəni müdafiə çağırışı ilə yekunlaşdı. Şəhərin mərkəzi meydanında yığışmaq üçün vaxt təyin olundu. Dolup, bulutlar solup, güneşin ışığı özüne bəs etmir, taş qaralır, ətraf susur, ay alğana bürünür.